35 yaşdan sonra kişilərin sağlamlığına və həyatına təhlükə yarada biləcək xəstəliklər. Birinci yer ürək-damar xəstəlikləri. Bildiyiniz kimi onlar getdikcə cavanlaşır. Ona görə kişilərə vaxtında ürəyini elektrokardioqramma, ekokardioqrafiya etmək, vaxtı-vaxtında lipid spektri və qanda xolesterin səviyyəsini yoxlamaq lazımdır. İkinci yer qaraciyər xəstəlikləri. Pasiv həyat tərzi, alkoqol qəbulu, yağlı qidaların istifadəsi və bəzi insanlarda hepatit daşıyıcılığı qaraciyər pirlənməsinə və nəticəsində çirroza və xərçənginə gətirib çıxarır. Ona görə vaxtı-vaxtında qaraciyər ultrasəs müayinəsini etmək lazımdır. Qanda ALT, AST və bilirubin səviyyəsi yoxlanmalıdır. Üçüncü yer ağciyər xəstəlikləri. Siqaret çəkmə, ekologiyanın vəziyyəti bu xəstəliklərin yaranması üçün şərait yaradır. Ona görə vaxtı-vaxtında xüsusən xroniki obstruktiv xəstəliyi olan, ağciyər, bron xəstəliyi olan pasientlər fluoroqrafiya etməli, lazım gələrsə aşağı dozalı KT etməlidirlər. Ağciyərlərin kompüter tomoqrafiya müayinəsi. Dördüncü yer prostat xərçəngi. Prostat xərçənginin qarşısını almaq üçün vaxtı-vaxtında PSA, prostat spesifik antigen adlı onkomarker vermək və prostat vəzini ultrasəs müayinəsi etmək lazımdır. Və nəhayət 5-ci yer bağırsaq xərçəngi. Onu aşkarlamaq üçün mütləq kolonoskopiya müayinəsindən keçmək lazımdır. Ona görə vaxtında müayinələrdən keçin və sağlamlığınıza diqqət yetirin. Sağ olun.